Gəlin belə bir isbatın izahına baxaq. Bizə soruşulur ki, isbat edin ki, el bərabərdir. Kök altında AB çıxaq emin. Tənbələnin bu düsturunu demək olar ki, 90% şagird bilir, amma çox adam isbatını bilmir. Gəlin bir yerdə öyrənək. Bunu isbat eləmək üçün verilən üçbucağın xaricinə çevrə çəkmək lazımdır. Çəkdik. İndi biz A tənbələnini uzadırıq və uzatdığımız xəttin çevrə ilə kəşmə nöqtəsinə bir dənə D nöqtəsi deyirik. C və D nöqtələrini birləşdirəndə yeni bir vətər, yəni CD vətərini alırıq. İndi bizim burada görməli olduğumuz bir münasibət var. Hansı ki, ABC bucağı ilə ADC bucağı hər ikisi AC qövsünə söykənmiş bir bucaqdır. Qeyd edirəm. AC qövsünə söykənmiş daxili bucaqlardır. Ona görə də onların uzunluqları bir-birlərinə bərabərdir. Yəni, əgər bura betadısa, o zaman burası da betadır. Bu belə. İndi uyğun üçbucaqlara baxsaq, A, B, O desəm, ABO üçbucağı ilə ADC üçbucağı bir-birlərinə oxşar olmalıdır bucaqlarına görə. Əgər bura alfa, bura betadısa, avtomatik olaraq bura qamma olmalıdır. Bura qamma olmalıdır. Əgər bura alfa, bura betadısa, avtomatik olaraq burası da qamma olmalıdır. Növbəti məsələ, biz görməliyik nəyi? Biz onu görməliyik ki, burada iki dənə kesişən vətər var. Mən niyə başqa rəng götürə bilmirəm? Burada iki dənə kesişən vətər var. Hansı ki, biz o vətərləri görüb onların hasillərini yazmalıyıq. Biz bilirik ki, əgər çevrədə iki dənə vətər kesişirsə, MN, AB, AB M-nə bərabər olur. Buradakı AB-lərdən eyni şeylər deyil təbii ki də. AB M-nə bərabər olur. İki kesişən vətərdə. Bunu bu qaydanı bura tətbiq eləsəm, bu L-in buradakı X hasili, yəni L vuraq X, bərabər olmalıdır. Bu M-in buradakı N-ə hasilinə, yəni M vuraq N. Buradan mən X-i alaram, M-in bölə L. Gətirib yerinə yazaq. X-in yerinə dərhal yazıram ki, M-in bölə L. Aha, indi biz məlum üçbucaqlarda oxşarlığı quraq. Daha doğrusu gəlin onların adlarını yazaq, sonra oxşarlığı quraq. Üçbucaq A, B, O ilə üçbucaq A, D, C bir-birlərinə oxşardır. Bu oxşarlığa nəzərən yaza bilərəm ki, A-B-nin A-D-yə nisbəti A-O-nun A-C-yə nisbətinə, o da bərabərdir B-O-nun C-D-yə nisbətinə. Biz CD variantını çıxmalıyıq. Çünki bizim əlimizdə CD uzunluğu yoxdur. Yəni, bu nisbətə çıxdım. İşləyirəm bu iki nisbətin üstündə. Gəlin, çevrəmdə nə görürəmsə, hamısını bu nisbətə tətbiq edeyim. Yazaq. AB-nin, AB nə vermişdik? A. AD nisbəti, AD-miz nə idi? L üstəgələk, MN bölə L. Baxın, AD-miz harasıdır? AD-miz burasıdır. Bunu cəm şəklində götürdük. Bərabərdir. A-onun, yəni L-in A-C-yə nisbətinə, yəni B-yə nisbətinə. Gəlin bunları biz çarpaz vuraq. Çarpaz vursam, görərəm ki, A vuraq L, L vuraq, L üstəgələk, M-n bölə L-ə bərabərdir. A vuraq L bərabərdir. L kvadratı üstəgələk M-n. Sadəcə olaraq biz burada A-C-nin yerinə B yazmalıyıq. Burası B'dir. Bir saniye. A vuraq B, A vuraq B, bəli. Buradan M-ni AB-nin yanına keçirsək, AB çıxaq M-in. Avtomatik olaraq kökə salsaq, L bərabərdir. Kök altında AB çıxaq M-in. Düsturumuz isbat olundu.